Bişkek yaxınlığında yük təyyarəsi bağ evlərinin üstünə düşüb, 40-a yaxın adam ölüb. Türkiyənin Boeing 747 yük təyyarəsi bazar ertəsi Manas hava limanına enmək istəyirmiş. Amma eniş uçuş zolağına kilometr yarım qalmış, qəzaya düşüb. Təyyarədə 5 nəfər olub. Ölənlərin qalanı yerli sakinlərdir. Qırğızstanın Fövqəladə Hallar İdarəsi azı 37 nəfərin öldüyünü bildirir. Bundan başqa şəhər xəstəxanasına 10-a yaxın yaralı gətirilib ki, onlardan 6-sı ağır vəziyyətdədir. Azı 30 evin dağıldığı və ya ziyan dəydiyi bildirilir. Şahidlərdən biri Andreyev səhər saat 7 radələrində güclü şaqqıltı eşitdiklərini deyir. Əlbəttə, hamı qorxu içində çölə çıxmağa başladı. Nə baş verdiyi bilinmirdi, çünki duman idi. Hökumətin yaydığı məlumata görə təyyarə Hong Kong, Bişkek, İstanbul reysi ilə uçurulmuş. Qəzadan dərhal sonra Manas hava limanı bağlanıb, hadisə yerinə axtarış xilas edici qüvvələr göndərilib. Fövqəladə Hallar İdarəsi ölü sayının artacağını istisna eləmir.